İstədim bir dənə seyri tarixi deyərlər. Qısa bir dənə Həzrət Əli əleyhissalamın bir dənə tarixinə nəzər salaq görək Əli kimdir? Əli bir şəxsdir ki, dünyaya gəlməsi Kəbədədir. O müqəddəs bir dənə məkanda dünyaya gəlir. Bəzi tarixi insanlar, bəzi böyük əhəmiyyətli insanlar dünyaya gələndə Allah onların dünyaya gəlməsi ilə dünyaya bir dənə zəlzələ salır ki, qoy cəmaət bir sirkələnsin, bir şeylər başa düşsün. Bəzi şəxsiyyətləri Allah dünyaya gətirəndə zəlzələ, yer zəlzələsi yox ha. O qəlbində bir zəlzələ salır, qəlbində bir inqilab edir, şuurunda bir inqilab edir ki, düşünün ha bu dünyaya gətirdiyim adam bu şəxsiyyətdir. Misal, Hz. Musa əleyhissalam. Hz. Musa'ya görə Firavun yüzlərlə, bəlkə minlərlə adam öldürdürdü. Amma Hz. Musa'nı Allah gətirdi, Firavunun evində böyütdü, tərbiyyət elədi. Amma bu Musa'ya görə nə qədər adamlar öldürmüşdü. İstədi Allah bildirə ki, ey Firavun, bir şey ki mən iradə eləmişəm, mənim qüdrətimdən sən çox acizsən. Həmən o Musa'nı özünün o dinin, o ayinin dediklərinə görə, Musa'nı ki özünə xətər bilirdi, Musa'ya görə ki yüzlərlə, minlərlə uşaqlar öldürtdürmüşdü, mən o Musa'nı sənin evində böyüdəcəyəm. Bu böyük istəyirdi Musa'nı tanıttıra, Musa'dır ha. Həzrəti İsa Peyğəmbər dünyaya gələndə atasız gəlir dünyaya. Yəni qeyri-adi bir şəraitlə. Hələ atasız gəldi. Uşaqlığında başlayır danışmağa. Uşaqlığında o yaşda adam danışmaz, uşaq danışmaz. İstəyir deyə bu qeyri-adi bir adamdır. Adi adamlardan deyil bu. Allahın bir xas nəzəri var bundan. Hz. Muhammed salavatullah aleyh dünyaya gələndə Farsın bir dənə 1000 illik yanan ateşkədəsi vardı, 1000 illik yanardı, sönməzdi. Hz. Muhammed dünyaya gəlməklə o söndü. Savət gölü var, o qurudu. O qurudu. Kəsranın eyvanı vardı, o söndü. Bütün dünyada nə qədər büt var idi və bütpərəstlik zamanı idi, bütün Hz. Muhammedin dünyaya gəlməsi ilə bütün bütlər düşdü üstə yerə. Allah istəyir deyə bu bir dənə şəxsiyyətdir, mən istəyirəm bununla işim var. Cəmaət ayrına başqa adamların dünyaya gələndə belə bir şey olmur. Hz. Əli əleyhissalam dünyaya gələndə aparır Kəbəyə, deyir bu başqa bir dənə insandır. Bundan işim var, gözünüzü açın, yaxşı tanıyın ha bu dünya Kəbənin içində dünyaya gələn adamı.